Yasamal rayonunda Şərifzadə küçəsində inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə 3 otaqlı mənzil kirayəyə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində. Əvvəldə də bildirdiyim kimi inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə 5 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir. Bununla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Sonradakı videomuzu izləyin, sonda qiyməti deyəcəyim. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə 5 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Əvvəldə də bildirdiyim kimi mənzil tam əşyalıdır. Qazı, suyu, işığı, internet xətti var və işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 600 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.